Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Türkiyə hərəkətə keçdi. Ermənistanla sərhədlər açılır. Bu bölgədə görüş olacaq. Putini qəzəbləndirən addım. Liderlərin Paşinyana bu sözləri Kremli dəli etdi. Paşinyandan əvvəl onlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar. Saakashvilidən Ermənistan açıqlaması. İndiyədək belə bir şey olmamışdı. Ermənistan baş naziri Nikol Paşinyandan əvvəl sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Telegraf xəbər verir ki, bunu Ermənistanın Hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputat Alxaz Qazaryan jurnalistlərin Nikol Paşinyan hökumətinin Qarabağı Azərbaycana təhvil verməsi ilə bağlı suallarını cavablandırarkən deyib. Keçmiş prezidentlərdən heç biri Qarabağın müstəqilliyini tanımayıb, əksinə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb, o bildirib. Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması üçün dəqiq tarix yoxdur. Sonrakı addımlar iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin gedişatından asılı olacaq. Telegraf xəbər verir ki, bu barədə Türkiyə hökumətindən RIA Novostiyə bildirilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəlinin sözlərinə görə Ankara və İrəvan may ayının ortalarında ölkələr arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıblar. Qeyd edilib ki, hazırki mərhələdə sərhədlərin açılma tarixi müəyyən edilməyib və prosesin dinamikası iki tərəfli dialoqun inkişafından asılı olacaq. Həmçinin Ankara konstruktiv danışıqların davam etdirilməsini gözləyir. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcək. Xarici İşlər Naziri Ararat Mirzoyan iyunun 2-də Qarsda Ermənistan və Türkiyə iş adamları arasında görüşün keçirildiyini açıqlayıb. Telegraf xəbər verir ki, o növbəti görüşün Ermənistanda keçiriləcəyini deyib. Bu, hər iki tərəfin Xarici İşlər Nazirliklərinin və ticarət palatalarının iştirakı ilə təşkil olunub. Bu görüş əvvəlkilərdən fərqli oldu, çünki gündəm geniş idi. Türkiyənin 3 əyalətinin işgüzar dairələri tərəfindən böyük maraq vardı, nazir bildirib. Mirzoyanın sözlərinə görə bu çox yaxşı başlanğıcdır. Yaxın gələcəkdə Ermənistanda ikinci görüşümüz olacaq. Ayrı-ayrı şirkətlərin konkret danışıqlara başladığı barədə məlumatlıyam. Əminəm ki, bu söhbətin davamını görəcəyik. Xəbər verdiyimiz kimi Ermənistanda iyunun 7-də başlayan parlament seçkilərində Mülki Müqavilə Partiyasının 48,82% səslə qalib gəlməsindən sonra Avropa liderləri Nikol Paşinyana təbriklər ünvanlamağa başlayıblar. Adətən təbriklərə tələsməyən Avropalılar Rusiyanın aqressiyası fonunda Paşinyana dəstəklərini ifadə etmək yarışına giriblər. Ən maraqlısı isə Avropalı liderlərin təbrikdə seçdikləri ifadə tərzi və Rusiyanın açıq-aşkar hədəf göstərmələridir. Məsələn, Almaniya kansleri Friedrich Merz yazır: Baş nazir Nikol Paşinyanı və Ermənistan xalqını təbrik edirəm. Böyük təzyiqlərə baxmayaraq Ermənistan xalqı açıq şəkildə demokratiya və sülhü seçib. Genişlənmə üzrə Avropa komissarı Marta Kos Rusiyanın geniş miqyaslı təzyiq və müdaxiləsi qarşısında bu qələbə ermənilərin güclü, suveren və müstəqil Ermənistan seçimini bir daha təsdiqləyir. Mən ən qısa zamanda Ermənistana gələcəm. Avropanın Ermənistanla həmrəyliyi sarsılmazdır. Bugün biz həmçinin tərəfdaşlığımızı dərinləşdirmək üçün yeni Avropa Birliyi Ermənistan işçi qrupu üzərində işə başlayacağıq. Latviya prezidenti Edgars Rinkeviç Ermənistan təhdidlərə və qorxutmalara baxmayaraq öz demokratik yolunu seçdi. Latviya sizin tərəfinizdə möhkəm dayanır və Ermənistanla Avropa Birliyi arasında daha sıx münasibətləri dəstəkləyir. Moldova prezidenti Maya Sandu kütləvi xarici müdaxiləyə baxmayaraq keçirilən seçkilərdə qələbəsi münasibəti ilə Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Avropa Parlamentinin prezidenti Roberta Metsola, gəlin Avropa Birliyi Ermənistan münasibətlərini gücləndirmək üçün bu yenilənmiş impulsa əsaslanaraq səyahətimizə davam edək. Estoniyanın baş naziri Kristen Michal, baş nazir Nikol Paşinyan, seçkilərdəki qələbəniz münasibəti ilə sizi təbrik edirəm.
Ermənistan Avropanı seçməyə davam edir və Estoniya sizin Avropa isteklərinizi dəstəkləməkdən qürur duyur. Ölkələrimiz arasında daha da güclü tərəfdaşlıq qurarkən islahatlar aparmaq, yeniliklər etmək və daha təhlükəsiz Avropa yaratmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Rusiya Ermənistanda çox ağır məğlubiyyət yaşadı. Ukrayna ilin əvvəlindən bəri işğalçılardan təxminən 700 kvadrat kilometr ərazini azad edib. Putin çox çətin vəziyyətdədir. Gizli şəkildə elçilərini Zelenskinin yanına göndərir. Telegraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvili deyib. Nəhayət Avropa səfərbər olub, Orbanın Macaristandakı məğlubiyyətindən sonra Ukraynaya maliyyələşdirmə qapısı tam açılıb. NATO müdafiə üçün 70 milyard ayırır. Amerikalılar isə açıq şəkildə bütün region üzrə Rusiyanı sıxışdırmaq siyasətinə keçiblər. Belə bir vəziyyət Ronald Reagan dövründən bəri baş verməyib. Bunu onların regionumuzdakı fəallığı da təsdiqləyir. Əgər Bidzina İvanishvili Rusiya ilə loyal münasibətlərini davam etdirsə, ABŞ-ni özünə düşmən edəcək, o bildirib. Hakimiyyətə qarşı mübarizə üçün Gürcüstan xalqı və müxalifətinə müraciət edən Mikhail Saakashvili qeyd edib ki, məğlubiyyət kompleksindən qurtulmağın və qələbə dalğasına qoşulmağın vaxtıdır.